Herkese selamlar. Sizin de gördüğünüz gibi ben artık 101 takipçim oldu ve 44 video yüklemişim ve demiyorlar ki bir yıl ərzində 4901 baxış əldə etmişəm və sizin de gördüğünüz kimi 2024-cü ildən mən YouTube'da videolar çəkməyə başlayıram və demək olar ki 1-2 il ərzində hələ 100 abunəçi toplamışam. Və bilmirəm bu nə qədər də çox düzgün bir şeydir, amma yenə də mən daha çox videolar çəkməyə çalışacağam və ümid edirəm ki, bu il daha çox takipçi toplayacağam, daha çox videolar çəkəcəyəm və daha çox insana daha çox motivasiya verməyə çalışacağam. Ümid edirəm ki, bunu bacaracağam. Və sizə bunu söyləmək istəyirəm ki, mənim YouTube videolarımın başlanğıcından ta indiyə kimi məni dəstək olan hər kəsə çox təşəkkür edirəm. Və sizə bunu söyləmək istəyirəm ki, bu il həqiqətən də daha çox video çəkməyə çalışacağam, daha çox insana daha çox motivasiya verməyə çalışacağam və eyni zamanda da öz macəralarımdan da bunu YouTube vasitəsilə sizə çəkib göstərməyə çalışacağam. Ümid edirəm ki, mənim bu videolarım sizin üçün həqiqətən çox motivasiya verici bir video olmuş olacaq və indi isə mən vaxt itirmədən videonun əsas mövzusuna keçmək istəyirəm. Bu dünyada hər kəsin əlində olan bir silah vardır və bu silahın adı isə iradədir. Və çox az insan isə bu silahdan həqiqətən istifadə etməyi bacarır. Və iradə demək əslində sən səhər tezdən oyanıb bir işə başlaman deməkdir. Və yaxud da heç kim səni görməyəndə belə yenə də hər gün hədəflərin üçün addım atmaq deməkdir. Və yaxud da nəticəsiz şəkildə olsa belə yenə də hər gün disiplinli bir şəkildə çalışmaq deməkdir. Və sizə bunu da söyləyə bilərəm ki, motivasiya şam kimidir. Tez yanar, tez sönər. Amma motivasiya ilə iradə birləşəndə disiplin yaranır və disiplin də ocaq kimidir. Davamlı şəkildə hər gün yanar və bu ocağı dayandıracaq olan isə sizsiniz. Siz öz qərarlarınız nəticəsində hərəkətə keçirsiniz və istədiyiniz o uğuru reallaşdırmaq üçün hər gün davamlı şəkildə addım atırsınız. Və sizə bunu söyləmək istəyirəm ki, əgər ki sizdə güclü bir iradə varsa, siz nəticəsiz şəkildə də belə olsa, hər gün çalışacaqsınız. Və əgər ki siz mənim əvvəlki abunəçilərimdənsinizsə, sizin də bildiyiniz kimi mən mətbəx stolları satan bir biznesin Instagram hesabını idarə edirəm və bu idarə etmə 2-3 aydır davam edir və təbii ki, bu idarə etmədə isə mən çox az nəticəsiz şəkildə çalışıram və eyni zamanda isə mən bir çox bizneslərə Instagram vasitəsilə DM yazıram, onlara mesaj yazıram və təbii ki, sizin də bildiyiniz kimi bir çoxları mənə rədd cavab verir və təbii ki, bu mənim yeni başladığımdan dolayıdır. Amma mən yenə də durmuram. Yenə də bir çox biznesə Instagram vasitəsilə DM yazıram, mesaj yazıram və onlar mənə rədd cavabı verəndə isə hansı mesajda səhv etdiyimi düşünüb bunun üzrə analiz edirəm, bunun üzrə araşdırma edirəm və siz də hədəfləriniz üçün hər gün iradəli bir şəkildə çalışmalısınız və yenə də söylədiyim kimi siz bəzi anlarda nəticəsiz şəkildə çalışmış olacaqsınız. Amma burada isə əsas məqsəd isə sizin iradəniz yoxlanılır. Siz burada, yəni nəticəsiz şəkildə çalışdığınız anda və yaxud da insanlar sizi rədd eləyəndə və yaxud da insanlar sizə şübhə ilə yaxınlaşanda siz sadəcə özünüzə güvənib hər gün hədəflərinizdə doğru addım atmalısınız. Və burada isə təbii ki, siz nəticəsiz şəkildə çalışsanız belə, yenə də ümidlə hər gün iradənizi istifadə edib, hər gün disiplinli bir şəkildə hər gün hədəfləriniz üçün addım atmalısınız. Və indi isə mən sizə bu mövzu ilə əlaqəli bir heyvanla bağlı nümunə söyləmək istəyirəm və ümid edirəm ki, bu nümunədən sonra siz həqiqətən də içinizdəki bu iradəni istifadə edib, hədəfləriniz üçün hər gün davamlı şəkildə çalışmış olacaqsınız. Sizin də bildiyiniz kimi son zamanlarda sosial media platformalarında populyar halına gəlmiş bir heyvan var və bu heyvan isə pinqvindir. Nə qədər də gülməli kimi görsünüz də əslində bu vəziyyətdən həqiqətən də bir dərs çıxartmaq lazımdır. Və sizin də bildiyiniz kimi bu pinqvin öz sürüsündən ayrılıb tək başına böyük dağlara tərəf yollanmağa çalışdı və bunu isə öz tək başına etdi və heç bir pinqvin onun yanında yox idi. Və təbii ki, buradan bir dərs çıxartmaq lazımdır. Əgər ki, siz də hədəflərinizi ciddi alırsınızsa, tək başına şəkildə hərəkətə keçməlisiniz. Heç kim sizə dəstək verməsə belə, siz də həmin o pinqvin kimi hədəfləriniz üçün hər gün çalışmalısınız, hər gün davamlı şəkildə tək olsanız belə hər gün davam etməlisiniz. Yenə deyirəm, nə qədər gülməli kimi görsənsə də, əslində buradan
doğru bir dərs çıxartmaq lazımdır. Və sizə bunu söyləmək istəyirəm ki, siz hədəflərinizi doğru irəlilədiyinizdə və nəticəli şəkildə çalışdığınızda, burada sizin iradəniz işə düşür və siz hər dəfə hədəflərinizi doğru nəticəli şəkildə çalışdığınızda sizin yavaş-yavaş motivasiyanız aşağı düşür. Çünki siz etdiyiniz işlərdən bir nəticə əldə etmirsiniz və burada sizin motivasiyanız aşağı düşəndə siz içinizdəki bu iradədən silah kimi istifadə edib hədəflərinizi doğru disiplinli bir şəkildə hər gün çalışmalısınız. Və sizə bunu söyləmək istəyirəm ki, siz əgər ki, hədəflərinizi doğru, yəni uğur qazanmaq istəyirsinizsə və burada yeni başlayırsınızsa, siz nəticəli şəkildə çalışmağa alışmalısınız. Və çünki bu nəticəli şəkildə çalışmaq əslində burada sizin iradənizi möhkəmləndirir, burada sizin səbriniz sınanır və siz daha da güclənirsiniz. Siz hər dəfə çalışdığınızda öz zəif vəziyyətinizdən daha da irəli getmiş olursunuz və burada isə sizdə 1% inkişaf prosesi gedir. Və sizə bunu söyləmək istəyirəm ki, iradə bir gün ərzində yaranmır. Bu, hər gün sizin etdiyiniz çalışmalar nəticəsində, nəticəsiz çalışmalar nəticəsində yaranan bir şeydir. Siz hər dəfə disiplinli bir şəkildə motivasiyadan asılı olmadan, istəsəniz də istəməsəniz də çalışırsınızsa, burada sizin iradəniz yavaş-yavaş formalaşmağa başlayır və siz hər nəticəsiz çalışdığınızda, motivasiyanız aşağı düşəndə siz bu iradədən istifadə edib daha çox çalışmaq istəyirsiniz və dayanmaq qərarına gəldiyinizdə isə bu iradədən silah kimi istifadə edib siz dayanmadan da çalışmağa başlayırsınız. Və burada isə əsl uğur qazanmaq istəyən insanlar isə öz iradələrindən silah kimi istifadə edən insanlardır. Və ümid edirəm ki, siz artıq bu videoda iradənin nə demək olduğunu daha yaxşı başa düşmüş oldunuz. Və bu videonun sonsuz olaraq söyləmək istəyəcəyim şey odur ki, əgər ki, mənim bu videolarım sizin üçün faydalı bir video hesab olundusa, mənim digər videolarıma da baxmaq üçün kanala girib, digər videolarıma da baxıb bəyənə bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Hər gün disiplinli bir şəkildə çalışmaq ümidi ilə.